Azərbaycan gənclərini narkomaniya və cinayətdən qorumaq üçün ən effektiv metodlardan biri məktəbdən sonra boş vaxtlarında idman, musiqi və digər maraqlı dərnəklərlə məşğul olmaqdır. Təəssüf olsun ki, bugünkü gündə musiqi məktəblərində təhsil əsasən ödənişli hissənin xeyrinə artıb və ödənişin məbləği də artırılıb. Yəni 2025-ci ilə qədər ödəniş 55 manat idisə ayda, indi 2026-cı ildən etibarən ödəniş 120 manata çatdırılıb. Bu isə deməkdir ki, orta statistik ailə və orta statistikdən aşağı səviyyədə yaşayan ailə bu məbləği ödəyə bilməyəcək və beləliklə də 10 uşağı evdə oturub məşğuliyyətsiz qalacaq və bu da başqa digər təhlükələrə, yəni zərərli vərdişlərin formalaşmasına səbəb olacaqdır. Və gəncləri narkomaniyadan, cinayətdən qorunmaq üçün məncə Mədəniyyət Nazirliyinin də bir qatkısı olduğu halda əksinə olar ödənişli musiqi təhsilinin faizini, miqdarını artırıb gəncləri bu musiqi ilə məşğul olmaq, musiqi təhsili almaq kimi bir nemətdən məhrum etmişlər.